Salamlar, vaxtınız xeyir olsun. İyun ayının 14'ündən başlayaraq, yəni xüsusən də iyun ayının 14'ü günün ikinci yarısından başlayaraq 18 iyun gündüz saatlarına qədər olan müddət ərzində Qafqazın Cənubi Azərbaycan ərazisindəki hava sahəsində orta troposferdə atmosfer təsirinin mərkəzi və qərbi Avropa ilə müqayisədə kəskin şəkildə aşağı enməsi gözlənilir. Proses nəticəsində troposferin orta, yuxarı eyni zamanda bir qədər də aşağı qatlarında güclü ekstratropikal siklon sisteminin formalaşması üçün münbir sinoptik şəraitin yaranması gözlənilir. Proses nəticəsində Qərbi Rusiyadan, xüsusilə də Şərqi Avropanın şərqindən Qərbi Rusiyadan mövsüm üçün xarakterik olmayan bir qədər sərin və bir qədər də soyuq hava kütlələrinin Qafqazın Cənubi Azərbaycan arasına daxil olması gözlənilir. Siklonun hərəkəti nəticəsində Qara dənizin şərqindən, Aralıq dənizinin şərqindən də orta troposferə doğru Kiçik Asiya ərazisindən güclü rütubətli hava kütlələrinin də Qafqazın Cənubi Azərbaycan arasına daşınması gözlənilir. Yəni, subtropik rütubətli hava kütlələri ilə toqquşan, mövsüm üçün xarakterik olmayan, sərin və bir qədər də soyuq hava kütlələrinin təsirindən Qafqazın Cənubi Azərbaycan arasında 2025-ci ilin iyun ayının 14'ü günün ikinci yarısından başlayaraq 18 iyun gündüz saatlarına qədər olan müddət ərzində, yəni bu periodda, bu müddət ərzində hava şəraitinin tez-tez kəskin dəyişilməsi gözlənilir. Proses nəticəsində yanğıtların xüsusilə də Azərbaycanın Böyük Qafqaz rayonlarında, Gəncə Qazax ərazisində, Naxçıvan ərazisində, Kiçik Qafqaz rayonları ərazisində, eyni zamanda Mərkəzi Aran rayonlarında, Cəllabad, Astara ərazilərində və Xəzər dənizinə yaxın olan şərq rayonlarında yanğıtların lokal leysan xarakterli qısa müddət ərzində intensiv və güclü olması gözlənilir. Güclü topa yağış buludlarının sonraki inkişafı fonunda güclü supersel buludlarının da aktivləşməsi riski var ki, bu da güclü bir dolu yanğıtlarına səbəb ola bilər. Dolunun diametrinin bir qədər iridən əli yağması gözlənir. Leysan xarakterli yağışların qısa müddət ərzində intensiv və güclü olması riski var. Eyni zamanda bu proseslərin müşahidə edildiyi ərazilərdə küləklərin də güclənməsi gözlənir. Xüsusilə də leysan xarakterli yağışların qısa müddət ərzində güclü küləklərlə müşahidə ediləcəyi üçün artıq fırtına şəklində bir proseslərin qısa müddət ərzində fəsadların yaranmasına səbəb olması gözlənir. Yəni artıq iyun ayının 14'ü günün ikinci yarısından başlayaraq 18 iyun gündüz saatlarına qədər olan müddət ərzində ərazidən axan çaylarda güclü sululuğun artması gözlənilir. Sel daşqın hadisələrində artım ehtimalı var. Xüsusilə də Böyük Qafqaz rayonlarının ərazisindən axan çaylarda, Gəncə Qazax ərazisindən axan çaylarda, Kiçik Qafqaz rayonları arasından axan çaylarda, Naxçıvan arasından axan çaylarda, eyni zamanda Kürçayın yuxarı axırında, Arat çayında və Kürçayın aşağı axırında və Cəllabad Astara ərazilərindən axan çaylarda sululuğun kəskin artması, qısa müddət ərzində su basma hadisələrinin təkrarlanması, sel və daşqın hadisələrində artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Kanalda əvvəlcədən də bildirdiyimiz kimi 2025-ci ilin iyun ayı ərzində də Şərqi Avropanın şərqində, Qafqaz regionunda orta troposferdə atmosfer təzyiqinin əvvəlki illərin iyun ayları ilə müqayisədə, xüsusilə də Avropanın mərkəzi və qərbi ilə müqayisədə daha tez-tez aşağı enməsi fonunda orta troposferdə güclü ekstratropik siklon sistemlərinin aktivləşməsi üçün münbir sinoptik şəraitin yaranması gözlənir. Növbəti proses nəticəsində iyun ayının 14'ü günün ikinci yarısından 18 iyun gündüz saatlarına qədər olan müddət ərzində yenidən Şərqi Avropanın şərqində, Rusiyanın qərbində, Qafqaz regionunda, Xəzər hövzəsi ölkələrində, Qafqazın Cənubi Azərbaycan ərazisində və bir qədər də Aralıq dənizinin şərqindəki hava sahəsində orta troposferdə atmosfer təzyiqinin ötən günlərlə müqayisədə, xüsusilə də Avropanın mərkəzi və qərbi ilə müqayisədə kəskin şəkildə aşağı enməsi gözlənilir. Nəticədə ekstratropik siklon sisteminin aktivləşməsi üçün münbir sinoptik şəraitin yaranması gözlənilir. Bu prosesin təsirindən Aralıq dənizinin şərqindən, Qara dənizinin şərqindən daşınması gözlənilən subtropik rütubətli hava kütlələrinin Kiçik Asiya ərazisindən Qafqazın cənubuna daxil olması gözlənilir. Eyni zamanda Rusiyanın qərbindən də mövsüm üçün xarakterik olmayan bir qədər sərin və bir qədər də soyuq hava kütlələrinin orta troposferdən, şimaldan və şimal-qərbdən Qafqazın Cənubi Azərbaycan arasına daxil olması gözlənilir. Rütubətli hava kütlələri ilə, yəni subtropik rütubətli hava kütlələri ilə mövsüm üçün xarakterik olmayan sərin və bir qədər soyuq hava kütlələrinin bir-birlərini toqquşması fonunda Qafqazın Cənubi Azərbaycan ərazisində güclü topa yağış buludlarının intensiv inkişafı gözlənilir və bu prosesin bir qədər də güclənməsi riski var ki, nəticədə lokal xarakterli supersel buludlarının da formalaşması ehtimalı var.
Bu da yağan donunun diametrinin irdən il yağmasına səbəb ola bilər. Leysan xarakterli yağışların qısa müddət ərzində, yəni 1-2 saat ərzində rekord miqdarda leysan yağışların yağmasına səbəb ola bilər. Nəticədə çay hövzələrində yaxın ərazilərdə sel daşqın hadisələrində və su basma hadisələrində artım hadisələrinin artması gözlənilir. Bu proses Bakı-Abşeron Sumqayıt ərazisində xüsusilə də iyun ayının 15-i, 16-sı və 17-sində güclü şimal küləklərinin əsməsindən müşahidə edilə bilər və havanın temperaturunun ümumilikdə Azərbaycan ərazisində iyun ayının 15-i, 16-sında ötən günlərlə müqayisədə 12-15 dərəcə qədər azalması gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Proses nəticəsində Böyük Qafqaz rayonlarının Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmayılı, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran rayonları ərazisində, Dağlıq Şirvan ərazisində iyun ayının 14-nə qədər olan müddət ərzində hava şəraitinin nisbətən sabit və nisbətən isti keçməsi gözlənir. Havanın temperaturunun xeyli yüksəlməsi ehtimalı var. Lakin iyun ayının 14-ü artıq günün ikinci yarısından başlayaraq 18 iyun gündüz saatlarına qədər olan müddət ərzində orta troposferdə atmosfer təzyiqinin ötən günlərlə müqayisədə xeyli aşağı enməsi fonunda ekstratropik siklon sisteminin aktivləşməsi gözlənilir. Nəticədə Azərbaycanın əvvəlcə şimal və qərb rayonlarında havada buludluğun artması, lokal xarakterli yağış yağması, şimşək çaxması ehtimalı var. İyun ayının 15-i və 16-sında isə prosesin daha da güclənməsi fonunda yağıntıların lokal leysan xarakterli intensiv və güclü olması gözlənilir. Güclü topa yağış buludlarının təsirindən donunun diametrinin bir qədər iridən il yağması ehtimalı var. Eyni zamanda leysan xarakterli yağışların yağdığı ərazilərdə küləklərin də güclənməsi gözlənilir. Proses nəticəsində ərazidən axan çaylarda cürsulluq gözlənilir və iyun ayının 14-ü axşamdan 18 iyun gündüz saatına qədər olan müddət ərzində ərazidən axan çaylarda daşqın və sel hadisələrinin təkrarlanmasının artması riski var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Eyni zamanda Azərbaycanın Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Göygöl, eyni zamanda Goranboy naftlanan ərazilərində və Kiçik Qafqaz rayonlarının Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, eyni zamanda Füzuli, Cəbrayıl ərazisində və Naxçıvanın Sədərək, Ordubad, Şahbuz, Şərur ərazilərində də iyun ayının 14-nə qədər olan müddət ərzində havanın temperaturunun günü-gündən yüksəlməsi gözlənilir. Dağlıq ərazilərdə havanın temperaturunun yüksəlməsinə əlaqədar olaraq konvektiv aktivliyin artması fonunda lokal qısa müddətli leysan xarakterli yağışların yağması ehtimalı var. Lakin artıq iyun ayının 14-ü günün ikinci yarısından başlayaraq 18 iyun gündüz saatlarına qədər olan müddət ərzində isə orta troposferdə geniş ərazilərə əhatə etməsi gözlənilən atmosfer təzyiqinin xeyli aşağı enməsi fonunda güclü subtropik və ekstropik siklon sisteminin aktivləşməsi gözlənilir. Nəticədə Azərbaycan ərazisinin xüsusilə də şimal və qərb rayonlarında hava şəraitinin kəskin dəyişilməsi gözlənilir. Lokal leysan xarakterli intensiv və güclü leysan xarakterli yağışların yağması ehtimalı var. Topa yağış buludlarının güclü inkişafı fonunda dolunun diametrinin bir qədər iridən yağması riski var. Eyni zamanda leysan xarakterli yağışların yağdığı ərazilərdə qısa müddət ərzində güclü küləklərin əsməsi gözlənilir. Bu proseslər nəticəsində ərazidən axan çaylarda cürsulluq gözlənilir. İyun ayının 14-ü günün ikinci yarısından 18 iyun gündüz saatına qədər olan müddət ərzində isə ərazidən axan çaylarda sel daşqın hadisələrində artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Azərbaycanın mərkəzi Aran rayonlarının Yevlax, Kürdəmir, eyni zamanda Ağcabədi, İmişli, Ucar, Beyləqan, Bərdə və Sabirabad, Saatlı, Sarıyan, Neftçala, Biləçivar ərazilərdə də iyun ayının 14-ü gündüz saatlarına qədər olan müddət ərzində havanın temperaturunun günü-gündən yüksəlməsi fonunda günorta saatlarında havanın maksimal temperaturunun iyun ayının 14-ü gündüz saatlarına qədər olan müddət ərzində müsbət 35-38 dərəcəyə qədər yüksəlməsi ehtimalı var. Lakin iyun ayının 14-ü günün ikinci yarısından başlayaraq 18 iyun gündüz saatlarına qədər olan müddət ərzində Azərbaycanın şimal və qərb rayonlarında orta troposferdə atmosfer təzyiqinin xeyli azalması fonunda güclü topa yağış buludlarının formalaşması gözlənilir və bu topa yağış buludlarının şimal-qərbdən, qərbdən və cənub-qərbdən Azərbaycanın mərkəzi Aran rayonları arasında da daxil olması riski var. Nəticədə havanın temperaturunun iyun ayının 15-i 16-sında ötən günlərin müqayisədə 8-10 dərəcə azalması, şimşək çaxması, lokal qısa müddətli yağış yağması, dolu yağması ehtimalı var. Bu proseslər fonunda xüsusilə də Azərbaycanın şimal və qərb rayonlarında yanğınların artması və qonşu Gürcüstan arasında da yanğınların xeyli artması fonunda iyun ayının 14-ü günün ikinci yarısından 18 iyun gündüz saatlarına qədər olan müddət ərzində Kür çayının yuxarı axırında, Arat çayında, eyni zamanda Kür çayının aşağı axırında da sululuğun kəskin artması və lokal xarakterli sel daşqın hadisələrində artım riski var. Eyni zamanda
Kül və Araz çaylarına yaxın olan ərazilərdə qurun sularının da yer səthinə çıxması fonunda su basma hadisələrinin təkrarlanması gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik ərazilərində iyun ayının 14-ü gündüz saatına qədər olan müddət ərzində havanın temperaturunun günü-gündən yüksəlməsi gözlənilir. İyun ayının 14-ü axşamdan 18 iyun gündüz saatına qədər olan müddət ərzində isə Azərbaycanın şimal, qərb və qərb rayonlarında formalaşması gözlənilən güclü topa yağış buludlarının Cəlilabad, Astara ərazilərində də daxil olması riski var. Nəticədə havanın temperaturunun iyun ayının 15-i və 16-sında ötən günlərlə müqayisədə 9-15 dərəcə qədər azalması, xüsusilə də Cəlilabad, Yardımlı, Lerik və Astanın dağ kəndlərində iyun ayının 15-i və 16-sında leysan xarakterli intensiv, qısa müddətli leysan xarakterli yağışların yağması, dolu yağması, şimşək çaxması ehtimalı var. Qısa müddət ərzində əraziyə güclü leysan xarakterli yağışların yağması riski var ki, nəticədə iyun ayının 15-i və 16-sında dağ sahələrində sululuğun artması və lokal xarakterli sel daşqın hadisələrində artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bakı, Abşeron, Sumqayıt ərazisində iyun ayının 14-ü gündüz saatlarına qədər olan müddət ərzində havanın temperaturunun günü-gündən yüksəlməsi, havanın maksimal temperaturunun gündüz saatlarında müsbət 31-36 dərəcəyə yüksəlməsi gözlənilir. Lakin iyun ayının 14-ü gecədən, xüsusilə də iyun ayının 14-dən 15-nə keçən gecədən başlayaraq 18 iyun gündüz saatlarına qədər olan müddət ərzində Azərbaycanın şimal və qərb rayonlarından keçməsi gözlənilən atmosfer cərpəsinin təsirindən güclü topa yağış buludlarının inkişafı fonunda prosesin xüsusilə də Xəzər dənizinin yaxınlaş şərq rayonları ərazisindən və Bakı, Abşeron, Sumqayıt ərazisindən də keçməsi gözlənilir ki, nəticədə şimal küləklərinin iyun ayının 15-i günün birinci yarısından başlayaraq 18 iyun gündüz saatına qədər olan müddət ərzində güclənməsi ehtimalı var. Havada buludluğun artması iyun ayının 15-i və 16-sında Bakı, Abşeron, Sumqayıt ərazisində şimşək çaxması, yağış yağması və havanın temperaturunun ötən günlərlə müqayisədə iyun ayının 15-i və 16-sında 12-15 dərəcə qədər azalması gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. İki əsas risk var. Bu risklərdən biri Azərbaycanın Böyük Qafqaz rayonları ərazisində, Gəncə, Qazax ərazisində, Kiçik Qafqaz rayonları ərazisində, Naxçıvan ərazisində, Mərkəzi Aran rayonlarında, Xəzər dənizinə yaxınlayan şərq rayonlarında və Cəlilabad, Astara ərazilərində iyun ayının 15-i və 16-sında hava şəraitinin qısa müddət ərzində kəskin dəyişilməsi fonunda, güclü topa yağış buludlarının inkişafı fonunda lokal xarakterli intensiv leysan xarakterli yağışların yağması, dolu yağması, eyni zamanda bu proseslərin güclü şüveylərlə müşahidə edilməsi gözlənilir. Proses nəticəsində hava ilə əlaqəli olan bir sıra sahələrdə müəyyən fəsadların yaranması riski var. Eyni zamanda dağ sahələrində sululuğun kəskin artması və bu prosesin sonrakı inkişafı fonunda Kür çayının yuxarı axınında, Kür çayının aşağı axınında, Varat çayında da sululuğun artması nəticəsində çay yataqlarının yaxın olan ərazilərdə sel daşqın hadisələrində artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq.